Noyabr ayının artıq son günlərində və dekabr ayının xüsusilə də birinci 10 gün ərzində Rusiyanın qərbində və Qərbi Sibirdə, eyni zamanda Avropanın şimal şərqində və Avropanın şimalında, Skandinav ərazilərində, Orta Troposferdə atmosfer təzyiqində bir xeyli artım gözlənir ki, bu da ərazidə soyuq nüvəli, güclü soyuq antisiklonik bloklanmanın, antisiklon sisteminin ərazidə aktiv olmasına səbəb olacaq. Artıq xüsusilə də dekabr ayının əvvəllərində isə bu sistemin bir qədər də intensivləşməsi, bir qədər də güclənməsi, dekabrın 2-si və 3-ündə bu soyuq nüvəli antiklonik bloklanmanın təsirindən və ərazidə lokal xarakterli ekstratropik siklon sisteminin bu soyuq hava dalğasının toqquşması fonunda, xüsusən də Rusiyanın qərbində hava şəraitində dəyişiklik gözlənilir. Artıq Şimali Qafqazda və Cənubi Qafqazda da atmosfer təzyiqində azalma gözlənir ki, bu da Uraldan və Rusiyanın qərbindən, Qərbi Sibirdən soyuq hava kütlələrinin tez-tez Qafqazın cənubuna müdaxiləsi ilə nəticələnəcək. Dekabr ayının 4-ü və dekabr ayının 5-də də bu prosesin davamlı olaraq inkişafı fonunda artıq bu antisiklonik bloklanmanın sağ qolunun Xəzər dənizinə doğru gətirdiyi soyuq hava kütlələrinin təsirindən davamlı olaraq Qafqaz regionunda dekabr ayının artıq xüsusilə də 4-ü və 5-dən sonraki tarixlərdə hava şəraitinin davamlı olaraq tez dəyişilməsi gözlənir. Xüsusilə də dekabr ayının 8-i, 9-u və 10-unda artıq regionda hava şəraitinin bir qədər də mürəkkəbləşməsi ehtimalı var. Dekabr ayının 10-dan sonraki tarixlərdə isə Qafqazda hava şəraiti bir qədər sabitləşsə də, yəni dekabr ayının 11-i və 12-sində hava şəraiti bir qədər sabitləşsə də, artıq dekabr ayının 13-ü və 14-ündə yenidən Qərbi Sibirdə və Qərbi Rusiyadakı bu soyuq nüvəli antiklonik sistemin təsirindən və Qafqaz regionunda isə atmosfer təzyiqinin Qərbi Rusiya, Qərbi və Mərkəzi Sibirlə müqayisədə Qafqaz regionunda isə Orta Troposferdə atmosfer təzyiqində bir xeyli azalma gözlənir ki, bu da soyuq hava kütlələrinin tez-tez Qafqaz regionundan müdaxiləsi ilə nəticələnəcək. Yəni dekabr ayının noyabr ayı ilə müqayisədə daha tez-tez hava şəraitində dəyişiklik ilə nəticələnəcək. Yəni hazırki model proqramların təhlillərinə əsasən Avropanın İskandinav modelinin yenilənmiş məlumatların təhlillərinə əsasən dekabr ayının xüsusilə də 1-ci və 2-ci 10 günlük ərzində qeyri-sabit hava şəraiti olan günlərin sayında noyabr ayı ilə müqayisədə bir xeyli artım gözlənilir.